Hamilə qalmaq istəməyən 257 milyon qadın. Ailə planlaması qadınların sosial həyatına və karyerasına təsir edirmi? Bu sualı Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama ginekoloqu Flora Hüseynova səhiyyə.gov.az saytına verdiyi müsahibədə cavablayıb. Həkim bildirib ki, bir qadın təhsilini davam etdirmək, peşəkar sahədə irəliləmək istəyir. Əgər o, hamiləliklərini planlı şəkildə həyata keçirsə, həm öz arzularını reallaşdıra, həm də daha sonra sağlam hamiləlik yaşaya bilər. Mama ginekoloq Flora Hüseynova qeyd edib ki, bu hal qadının yalnız öz həyatına deyil, ailəsinə müsbət təsir göstərir. Çünki güclü, özünə inamlı, karyerasına uğurlu qadın eyni zamanda daha güclü ana olur. Yəni, ailə planlaması yalnız fərdi səviyyədə yox, həm də ümumi sosial inkişafda mühüm amildir. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının 2024-cü il ailə planlaması hesabatında 257 milyon xanımın hələ də müasir kontraseptiv vasitələrə çıxış imkanı olmayan, amma ailə planlamasına ehtiyacı olan qadınlar olduğu vurğulanır. Yəni, bu qadınlar hamilə qalmaq istəmir, lakin müxtəlif səbəblərdən maddi, tibbi, sosial və ya mədəni qorunma üsullarından istifadə edə bilmirlər.